Günəşin nağılı. Biri varmış, biri yoxmuş. Bir dəfə günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çöktü. Yerin sakinləri, adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra günəşin yanına elçi göndərməyə qərar aldılar. Dedilər: "Qoy gedib günəşə yalvarsın." Bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar çıxıb gedirdi. Yerin sakinləri tovuz quşunu seçdilər. Dedilər: "O çox gözəldir. Günəş onun sözünü yerə salmaz." Tovuz quşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu: "Kimsən sən? Nə istəyirsən?" "Mən tovuz quşuyam, səni oyatmağa gəlmişəm." "Tez çıx, işlər çətinə düşüb." "Kimin işidir çətinə düşən?" "Lap elə mənim. Qaranlıqda qarğadan seçilmirəm. Əlvan quyruğumu heç kəs görmür." Günəş hirsləndi. "Deməli mən sənin quyruğuna lazımam. Rədd ol burdan. Bir quyruğa görə bütün dünyanı işıqlandırmaq istəmirəm." Tovuz quşu əliboş qayıtdı. Sonra günəşin yanına bülbülü göndərdilər. Hamı düşünürdü, onun qəşəng səsi var. Günəşi bir təhər razı salar. Doğrudan da günəş bülbülün nəğməsini eşidəndə həyəcanlandı. Köks oturdu. Yuxulu-yuxulu dedi: "Səsin ürəyimi yerindən oynatdı. Nə arzun varsa söylə, sənin üçün hər şeyə hazıram. Xahiş edirəm dünyanı işıqlandırın. Qoy gecə qurtarsın." Günəş maraqla soruşdu: "Məyər sən gecələr mahnı oxuya bilmirsən?" "Əksinə, mən hər gecə oxuyuram. Bir-iki gündə səhər açılmasa səsim tutulacaq." Günəş onun sözündən pərt oldu. "Deməli mən yalnız ondan ötəri yerimdən qalxmalıyam ki, sən dincələsən, boğazın ağrımasın, hə? Bəs öz istirahətim necə olsun? Rədd ol burdan." Bülbül də kör peşiman geri qayıtdı. Bu dəfə günəşin yanına tutuquşunu göndərdilər. O dənizin arxasındakı evə çatar-çatmaz qışqırdı: "Bəsdir, tənbəllik elədin, oyanmaq vaxtıdır. Çünki mən qaranlıqda yamsıladığım adamların necə hirsləndiyini görmürəm." Günəş cavab vermədi. Qorxdu ki, tutuquşu onun özünü də yamsılayar. Tutuquşu da yerə əliboş qayıtdı. Elə bu vaxt xoruz xahiş etdi ki, günəşi oyatmağa onu göndərsinlər. Yer sakinləri arasında heç kəs ona inanmadı. Deyirdilər ki, xoruz gözəl deyil, səsi də kobuddur. Amma ondan başqa da getmək istəyən yox idi. Əlacsız qalıb razılaşdılar. Xoruz uça-uça dənizin arxasındakı evə gəldi. Günəş şirin yuxuda idi. Xoruz ona yaxınlaşıb dərindən nəfəs aldı. Öz